izləyicilər, bugün gedəcəyik hamster almağa. İzləmədə qalmağı unutmayın. Kanalımıza abunə olmağı, like atmağı və yorum yazmağı da yaddan çıxartmayın. Gedirik o mağazinə. Gedirik o mağazinə, başqa heyvanlarla da tanış olmağa. Siz də gördüyünüz, tanış olduğunuz, bildiğiniz heyvanların adını yorumlarda şərh olaraq yazmağı yaddan çıxartmayın. Salam dostlar, bugün proqramımız çox doldur. Başlayaq deyə düşünürdüm. Videonu səsləndirmək üçün çox düşündüm. Dedim ki bir kofe içim. Neyse ki başlayayım. Bugünkü planımızda kiçik tüklü və çox güman ki bizdən daha çox işləyəcək bir məxluq hamster. İkincisi binaya gedəcəyik. Cövkən dünya çempionatına. Üçüncüsü isə qızlarımla at minəcəyik. Uşaqlar at minəndə mən kənardan ehtiyatlı ol deməyə qışqıracağam. Özüm minməyə cəsarət etməyəcəm, amma bunu sizə demirəm hələ ki. Videoda izləyərkən görəcəksiniz. Sonu necə bitdi. Və budur, biz mağazaya gəldik. Mağazaya girən kimi plan sadə idi. Bir hamster alıb çıxacaqdıq əslində. Amma demə mağazada hamsterlar bizi seçirmiş, biz hamsteri yox. Kameranı qəfəs tərəfə çeviririk və siz də görürsünüz. Bax bu balaca dostumuz indi bizə elə baxır ki, deyəsən o müsahibə aparır. Biz isə namizədik. Satıcı bizə hamster haqqında çox məlumatlar verdi. Sadəcə fikirləşirdik ki, yeməyini qarşısına qoyacaq, yeyəcək və bizimlə yaşamağa davam edəcək. Amma yox, bir çox xırdalıqları var. Onları diqqətlə dinlədim. Videonu təkrar evdə izləmişəm ki, bir yanlışımız olmasın. Mağazada papuqaylar da var idi, balıqlar, sonra hamster, dağ sıçanları, qıdaları, yəni bir çox şey var idi heyvanlar üçün. Satıcı bizə bu çox sakit hamsterdir dedi. Sakit olduğunu evə çatan kimi sübut etdi. Bütün yəni gecəni onun xırtıltı səsindən biz yatmamışıq. Ki çölə çıxmaq üçün dəmirləri gəmirirdi. Bu da o deməkdir ki, hamsterlar gündüzləri yatır, gecələri daha çox aktiv olurlar, daha çox gəzmək istəyirlər. Bir neçə gündür ki artıq bizdədir. Biz onun üçün gəzmək üçün evin içində itirməyək, həm küncə bucağa girməsin görə balaca bir gəzinti qabı da almışıq. Onu gələcəkdə sizinlə də paylaşacağım. Hamsterla bir günümüz necə keçir, belə bir vlog hazırlayacağım. Hamster almaqla deyil, gördüyünüz kimi bu balaca heyvan üçün bizdən daha çox əşya alındı. Bəlkə də ev sahibi indi odur, biz sadəcə qonağıq. Deməli biz hamster üçün nələr aldıq? Yemək aldıq, yuvasının içinə qum aldıq. Evdə gəzmək üçün yumru qablar var, yuvarlaq. İndi görəcəksiniz onları da videoda. Ondan aldıq. Sonra qaçırdığım bir şey varsa, hətta yuvasının içindən birinci qatından ikinci qatına düşmək üçün sürüşkən var. Onu belə aldıq. Bir sözlə aldıq ki aldıq. Sonunda gördük ki hamster da bu vəziyyətdə məmnundur. O da az qalsa başlayacaq, gəmizdə də taxtı. Başqasıları sən. Yox, bir dənə qalsın. Bura kimi videomuzu izləmişsinizsə, təşəkkür edirəm sizə. Maraqlı videolar, çox maraqlı vloglar paylaşmağı fikirləşirəm sizlərlə. Bunun üçün sizin mənə böyük dəstəyiniz lazımdır. Dəstəyinizi əsirgəməyin, kanala abunə olun, fikirlərinizi yazmağı unutmayın. Videolarımızı da bəyənməyi unutmayın. Yem çəkdin sən. O da ne? O ne? Ama bence bu sürüşmek. Onun için değil de sürüşecek. Sürüşecek. Yürümez.
Kazık kabında ile ki düşen de oraya gelende Bırak. Bir. Heyvanla danışan ilk insan olan ben. Salam. Sen mi? Bıraksana. Gedək evdə danışarıq onunla, tanış olarsınız. Yaxşı? Adım Minnak koydum. Minnak. He. Tamam. Əlimi tut. Böyle Minnak. ya olmaz diye Minnak koydum. Minnoşu aldıq. Evə qoyacağıq. Və oradan da gedirik bina atçılığa. Görkən at oyunu dünya çempionatı keçirilir. İndi ise çatmışıq Araza. Arazdan lazımlı olan bir şeyimizi alıp çıxacağıq. Yaxşı olmadı. Gedək baxaq nə alırıq. Özümüz də bilmirik nə alırıq. Və budur, biz gəlib artıq bina atçılığa çatmışıq. Burada atçılığa girməmişdən öncə markete yaxınlaşdıq. Arazdan uşaqlar üçün yeyəcək bir şeylər aldıq. Gün ortaya düşmüşdü artıq. Su falan, dondurmaları aldıq. Və atçılığa doğru yolumuzu tutduq. Videonu axıra kimi izləməyi unutmayın, çünki günün ən gözəl hissəsi videonun sonundadır, vlogumuzun sonundadır və çox maraqlıdır. Fikirlərinizi bildirərsiniz, reaksiyalarınızı şərh bölməsində qeyd edərsiniz. Mənə çox maraqlıdır fikirləriniz. Nə olacaq? İndaktal olacaq burada. Və budur, biz artıq binaçılıqdayıq. Burada abu-hava o qədər gözəl idi ki, çox maraqlı konsert keçdi. Aparıcılar təqdimatla ingilis dilində, Azərbaycan dilində gələn qonaqlarımız üçün təqdimatla başladılar və bu orkestr Dövlət Sərhəd Xidmətinə məxsus çox maraqlı bir konsert keçdi. Buyurun, siz də konserti izləyin. Kaş buradan sizə abu-havanı ötürə bilsəm, tamaşaçıların dəstək səsini, dəstəkləməyini. Bu arada oyunda Türkiyə də var idi. Ki bu oyun Ülker oyunu üzrə dünya çempionatı keçirildi və bu oyun Azərbaycana məxsus olduğu üçün Azərbaycanda keçirildi ki, bu Çövkər oyunu ki, mən çox bəyəndim. Çox maraqlı bir gün, çox maraqlı bir oyun. Buyurun izləyin.
Alkışlarınızla Qarabağ atlarını şişərəkdir. Beləliklə, çövkən üzrə ikinci dünya çempionatında iştirak edən ölkələrin qanatına başlayır. Azərbaycan, Şili. Çövkən Azərbaycanın qədim və maraqlı oyunlarından biridir. Meydanda peşəkar atçılar öz bacarıqlarını nümayiş etdirirdilər. Atların sürəti və idmançıların ustalığı həqiqətən heyran edici idi. Azərbaycan bayrağını görmək isə ayrıca qürur hissi yaradırdı. Tribunalarda çoxlu tamaşaçı var idi və hamı yarışları böyük maraqla izləyirdi. Biz də bu gözəl anları lentə almağa çalışdıq ki, sizinlə paylaşa bilək. Türkiye, Uruguay ve Özbekistan. Bütün komandaları alkışlayırım. Hörmətli qonaqlar, Çövkən sadəcə bir sərcə çatdırıb. Azərbaycan yığma komandası Elçin Camallı, Tərlan Qurbanəliyev, Vahid Məmmədov və Şəfayət Qudaqov. Özbekistan yığma komandası Ashab Boturaliyev, İmam Şerdonov, Firdavus Astralov, İlhom Solijonov komandanın kapitanı. Burasının dövlət himni səsləndirilir.
Respublikasının dövlət himni. Yok düzgün düşürmüşsən yəqin. Ne var mı sen belki? Kapısı var, onun da kapısı
Qapısı da soğuk var. Yine vereyim. Azərbaycan Milli Sınıfı başa çatdı. 10 dəqiqədən sonra oyunun ikinci hissəsi başlayacaq. Və oyunun birinci hissəsi bitdi. Ara verdik. Daha doğrusu oyuncular ara verdi. O cür sürəti ilə qaçarkən onların yerini mən acıdım, uşaqlar acıdı. Və biz ətrafı gəzək deyə gəldik. Burada qəşəng balaca karavanlarda burger, belə hot doglar var idi. Uşaqların hərəsindən birini aldıq, yedilər. Ətrafı gəzək dərkən gəldik bir anda özümüzü ata minmək üçün, yəni olan ərazidə bulduq özümüzü. Hindistan atları, Qarabağ atları, sonra at çapanlar var idi burada. Onlarla da tanış olduq. Necə baxırdı sənə? Və bir anda atları izlərkən bir baxın özümüzü harda tapdıq, hara gedərkən. Gedək. Bilet almağa gedirik. Sərbəst də var. Bələdçilərdə sürməyə icazə var. Ani gələn at minmə həvəsi, bu hissədə əsl qəhrəmanlar ortaya çıxır. Qızlarım. Və burada artıq Nahidə bir həşirlə hazırlaşır. Kaskanı geyinmədən öncə belə başlıqlar var. Gigiyenik baxımdan çox vacibdir. Kaska papaq qoymuşsunuz başına. Onlar nerede? Korkma onlar. Korkma, korkma. Qorxmamaları üçün dəstək verirəm ki, rahat olsunlar. Ata minərkən sığallasınlar. Bu poniyə balaca qızı minəcək, Samirə. Burada kaskasını geyindirir atası. Növbədə Nahidədir. O minəcək. Və budur Samirə. Köynəyi aşağı sal, tutma. Köynəyi aşağı sal. Köynəyi aşağı sal şu an. Tutan de bizim. Ha, git götür. Bir de icazə verin.
uşağı götürüm, icazə verin. Düşək. Neçə dəqiqə sürürsünüz? 3 qrup. Hə. Ahidə. Bu xoşbəxt anları görəndə insan deyir ki, bəlkə mən də minim. Sonra at mənə baxır, mən atın gözlərinə baxıram. İkimiz də razılaşırıq ki, yox, mən kənarda daha yaxşıyam. Nahidə düşdükdən sonra bir dənə görsəm yaxşıdır. Artıq özümün hazırlandığını görürəm və böyük həyəcanla ata minirəm ki, videomun sonu möhtəşəm bitəcək. Yoldaşıma verirəm telefonu çəkməsi üçün və telefon oradaca sönür. Gedişatı çəkə bilmirəm. Bu dəfəki videomuz çox oldu. Dostumuz hamster çövkənin sürəti və qızlarımızın cəsarəti bizə qürur verdi. Videonu bəyəndinizsə like düyməsini basın, kanala abunə olun ki, növbəti macəralarımızı qaçırmayasınız.